O ki qaldı möcüzələrə. Nəinki müsəlmanlar, məsələn Musa əleyhissalamın dənizin yarılmasını keçməyi, nəinki müsəlmanlar, hətta Yahudilər və xristianlar inanır. Hətta İncildə də o var. Bu nəinki Qurana küfürdür, hətta İncilə də küfürdür, hətta Tövrata da küfürdür. Bütün yəni bugün həm xristian, Yahudi, həm müsəlman inanırlar ki, dəniz açılıb və Musa əleyhissalam keçib o dənizdə. Nəinki müsəlmanlar. Onu da özünü müsəlman deyib bu şeylərə iman etməyən, inkar edən qəribədir o xalq. Onun qəribədir. Bu məsələdə Yahudi ilə xristian ondan daha çox bu məsələdə iman gətirib. Yəni çünki bu şey inanır. Ona görə belə şeylərə, yəni kim belə şeyləri inkar edir, onlara fikir verməyin. Var düzdür. Bu yeni bir şey deyil. Müsəlmanlardan olub tarix boyu belə insanlar ki, Mötəzilər xüsusən, onlar deyirlər ki, biz məntiqlə ölçürük. Baxırıq məntiqə. Əgər bu ayə məntiqə düz gəlmir, məntiqlə onu da qəbul etmirik. Amma hətta onlar o dərəcəyə çatmamışlar ki, bu şeyləri inkar etsinlər. Ona görə sözsüz ki, bu insan, yəni kim bunu belə şeylərə deyir, yəni təhlükə içindədir.